Hər vaxtınız xeyirli olsun, Yurd FM dinləyiciləri. Bir neçə ay sizinlə olan ayrılıqdan sonra nəhayət ki, Yurd FM-in efirində yeni bir proqram, yeni bir layihə ilə qarşınızdayıq. Bəli, bu gündən etibarən sizinlə birlikdə Radyo Vəkil proqramında həftə içi 5 gün axşam saat 18:00-dan 19:00 kimi eşidilmək imkanımız olacaq. 90.7 FM tezliyində bizi dinləyə bilərsiniz. Əvvəlcə istərdim ki, qısaca olaraq proqramımızın mahiyyəti barəsində sizə məlumat verim. Radyo Vəkildə biz qonaqlarımız olacaq, dəvət edəcəyik vəkilləri və studiyamızda olan vəkil qonaqlarımız bizə bizi maraqlandıran hüquqi məsələlərlə bağlı sualları cavablandıracaq. Təbii ki, bu suallar sizin tərəfinizdən ünvanlanacaq və istənilən məsələ ilə bağlı ola bilər. Burada ailə münasibətlərindən tutmuş, iqtisadi məsələlərlə bağlı olsun, vərəsəliklə bağlı olsun, nə bilim, torpaq məsələsi, ev məsələsi, mülk məsələsi, bütün səpkili sualları bizə ünvanlaya bilərsiniz. Nömrələrimizi Yurd FM dinləyiciləri bilir, bilməyənlər üçünsə bir daha xatırladaq ki, nömrələrimiz 099 6 907 907-dir. Beləliklə biz Radyo Vəkilə bugündən, bu saatdan etibarən başladıq. Və beləliklə ilk verilişimizin ilk qonağı artıq studiyamızdadır və keçid alırıq qonağımıza. İlk qonağımız Vəkillər Kollegiyasının üzvü, eyni zamanda dostumuz, vəkil Əli Qəmbərovdur. Xoş gəlmişsiniz Əli bəy, salamlayırıq sizi. Çox sağ olun dəvətə görə, xoş gördük. Xoş oldu sizinlə. Yeni layihəniz, yeni verilişiniz uğurlu olsun. Təşəkkür edirik, çox sağ olun, var olasınız. Beləliklə başlayırıq və dinləyicilərimizdən gələn sualları irəliləyən dəqiqələrdə cavablandıracağıq. Amma bugün üçün ilk olaraq verilişimizdə nədən danışacağıq? Nəzərə alsaq ki, Dövlət Statistika Komitəsinin son açıqladığı rəqəmlərdən belə başa düşmək olur ki, ölkəmizdə bir xeyli sayda çox təəssüf ki, evlənənlərlə yanaşı bir də boşananların sayında da kifayət qədər artım var və ilk olaraq elə bu mövzu ilə bağlı istədik ki, verilişimizə başlayaq və müzakirə edəcəyimiz məsələ nə ilə bağlıdır? Xüsusən də deməli danışacağımız mövzu mülk məsələsi ilə bağlı olacaq. Xüsusən də ayrılan ailələrdə mülk məsələləri ilə bağlı mövzunu müzakirə edəcəyik. Görək, dinləyicilərimizi də maraqlandıran suallar olsa, təbii ki, bu sualları da ünvanlaya bilərlər. Amma təkcə mövzumuzla bağlı yox, ümumiyyətlə onları maraqlandıran hüquqi səpkili istənilən sualı bizə göndərə bilərlər. Ümumiyyətlə, bilirəm ki, sizə də bir xeyli bu sahədə, bu səpki ilə, bu mövzu ilə bağlı müraciətlər olur və ünvanlanan suallarınızı bir daha diqqətinizə çatdırım ki, 099 6 907 907 bizim WhatsApp nömrəmizdə gözləyirik. Yazılı formada göndərə bilərsiniz. Yeri gəlmişkən sosial şəbəkə üzərindən də hal-hazırda canlı yayımlanırıq. YouTube üzərindən bizi Vaxt Media kanalında izləyə də bilərsiniz, dinləyə də bilərsiniz və əlbəttə ki, bizim doğma radiomuz Yurd FM-də 90.7 FM tezliyində də bizi dinləmə imkanınız var. Avtomobillərdə bizi dinləyənlər, yolda olanlar, hüquqla bağlı sizi maraqlandıran istənilən məsələni bizə ünvanlaya bilərsiniz. Siz başlayırsınız, yoxsa birinci mən başlayayım Əli bəy? Problem yoxdur, buyurun. Deməli, istərdim ki, əvvəlcə ilə müəyyən ünvanlanan suallarla başlayaq. Çünki dinləyicilərimizi də maraqlandıran suallar var. Verilişdən əvvəl də anonslar yayımlanırdı və artıq biz elan etmişdik ki, suallarınız olsa bizə ünvanlaya bilərsiniz və göndərilən suallar da var. Amma bilirəm ki, sizə də müraciət olunan maraqlı məsələlər var, maraqlı müraciətlər var, vəkillərə müraciət edirlər. İstərdim əvvəlcə onunla başlayaq. Ümumiyyətlə, karyeranızda yəqin ki, bu evliliklə bağlı olan məsələlərdə bir maraqlı müraciətlər olub. Yadınızda qalanı varsa bu evliliklə bağlı məsələ, nə bilim bir müraciətlər filan hansı ki, vəkillərə ünvanlanıb, onlardan biri də siz olmuşsanız ki, ünvanlayıblar və hələ də sizi təəccübləndirib. Çox belə aktual mövzuya toxundunuz son vaxtlar. Yəni, ilk öncə onu qeyd edeyim ki, əksinə son bir neçə aydır ki, statistika artıq düzəlməyə doğru gedir. Nə gözəl. Yəni boşanmaların sayı nisbətən azalır. Nisbətən azalır. Nisbətən azalır. Bu səmtdə yəni uzun təbliğatlar da gedir. Uzun müddətdir ki, bununla bağlı biz vəkillər olsun və digər bu sahədə ixtisaslaşmış şəxslər, sonra mediasiya institutunun yaranması da öz töhfəsini verib. Müəyyən bir məsələlərə toxunduqda, maarifləndirmə falan öz sözünü deyir. Maarifləndirmə öz sözünü deyir, amma yenə də bəzi problemlər açıq olaraq qalır. Müraciətə gəlincə, yəni son vaxtlar dedikdə, yəni artıq neçə ildir ki müşahidə edirik ki, yəni
boşanmaların səbəbi hara gediriksə, yəni eyni sual verirlər ki, əsasən boşanmaların səbəbi nədir? Bəli. Boşanmanın müxtəlif səbəbləri var və eyni zamanda ciddi səbəblər də olur. Bəzən cüzi bir, yəni Səbəblər də olur. haradakı konflikt, dırnaqarası konflikti idarə etmək olar. Sadəcə son vaxtlar ki, bizim cəmiyyət, ümumilikdə cəmiyyət çox səbirsiz olub deyə Bəli. heç kim, Lordilədisə, heç kimi yola vermir. Heç kimin sözü heç kimin boğazından keçmir, belə desək. Boğazından keçmir. Bununla da bağlı, yəni çoxsaylı fərqli və maraqlı müraciətlər olub. Son vaxtlar amma müraciətlərə əsasən, yəni bu barışıq, yekunda barışıqla nəticələnən, yəni işlər də az deyil. Bəli. İndi çoxu bəlkə də elə bilər ki, biz bu məsələlərə, bu məqamlara sevinmirik, amma əksinə biz sevinirik. Təbii. Ki, yəni heç kim məncə istənilən adekvat bir şəxs, yəni istəməz ki, yəni ailə institutu, yəni uçuruma doğru getsin. Dağılsın. Yeri gəlmişkən Əli bəy, bilirəm ki, dinləyicilərimizi də maraqlandıran məsələlər var. O sualları istərdim ki, keçid alaq. Bir dinləyicimiz belə bir sual soruşur. Deyir ki, əgər məhkəmə tərəfindən boşanma olmasa, aliment ödəməliyəmmi? Yəni, məhkəmə tərəfindən boşanma olmayıb, amma aliment məsələsi var. Ortada yəqin ki, bir uşaq var filan. Bu prosesi olmadan da ödənilməlidirmi? Ümumiyyətlə, indi bundan sonra da bir neçə suallar səslənəcək. Mən ümumiyyətlə onun tərəfdarıyam ki, belə insan... Çünki bu barədə o qədər illərdir danışan vəkillər olsun, hüquqşünaslar olsun, çoxdur. Amma əksər həmkarlarım çalışır ki, bunu bu məcəllə dilində, kitab dilində danışsın deyə. Ona görə də bu suallar hələ də təkrarlanır. Təbii. Başa düşülən dildə heç kim danışmır. Danışmaq istəmir. Biz danışaq. Biz danışaq. Belə deyim də, ümumiyyətlə aliment, yəni uşağın saxlanmasına görə ödənilir. Qanunvericilikdə də belə bir məqam nəzərdə tutulmayıb ki, yəni mütləq ki, o uşaq nigah, yəni nigahda doğulmuş uşaq olsun, eyni zamanda nigahdan kənar da ola bilər uşaq olsun. Rəsmi nigah olmadan da. Əlbəttə ki, rəsmi nigah olmadan da. Ona görə də burada artıq boşanmanın olub-olmaması, yəni öz mənasını itirir. Təbii. Yəni bu uşaq əsas odur ki, ilk öncə yəni bu atalıq müəyyən olunsun ki, yəni təsdiqlənsin ki, qarşı tərəf bu uşağın atasıdır. Bəli. Ona görə də aliment, yəni sırf uşağın saxlanmasına görə ödənilir. Amma məhkəmə olmadan necə? Fərqi yoxdur. Yəni nigahın olub-olmamasından belə asılı olmayaraq, uşağın saxlanması üçün, yəni aliment indi əsasən bizdə necə xanımlar, yəni aliment tələb eləyə bilər. Düzdür, qanunvericilikdə burada qeyd olunmur ki, mütləq ancaq xanımlar. Təbii. Yəni hər iki tərəfin, yəni uşaq kimdə qalırsa, əks tərəfdən aliment tələb eləyə bilər. İndi bizdə biraz bu adət-ənənələri nəzərə alsaq, mental dəyərləri nəzərə alsaq, kişilər bir çox hallarda yəni bunu özlərinə sığışdırmır, hətta uşaq onlarda qalsa belə. Bəli. O yüzden, yəni boşanmadan asılı olmayaraq, hətta nigah dövründə belə, nigah gedə-gedə, nigah davam eləyə-eləyə qadın, yəni daha doğrusu arvad, ərdən aliment tələb eləyə bilər uşağın saxlanması üçün. Və bir kiçik məqama toxunun. Biz ər və arvad bildirəndə, burada terminlər, bəzən sosial şəbəkələrdə bizə bir irad bildirirlər ki, yəni biraz göyə ki, qeyri-etik səslənir. Amma nəzərlərinə çatdırım ki, qanunvericidə bu iki anlayış var. Kişi və ya qadın, xanım falan yoxdur. Var ər və arvad. Siz də hüquqi dillə... Bəli, ailə məcəlləsində ər və arvad anlayışı var. Yəni onu pis, xahiş edirəm, pis səmtdən yozmasınlar. Yozmasınlar. Yeri gəlmişkən təkə mövzumuz düzdür, boşanan ailələrdə mülkiyyət bölgüsü ilə bağlı olan məsələdir. Amma sizi də maraqlandıran hüquqla bağlı suallar ola bilər. Vərəsəliklə bağlı, nə bilim, öhdəliklə bağlı, nə bilim, ola bilər hansısa bir dostunuza zamin durmusunuz, bankdan kredit götürüb, misal üçün hansısa bir öhdəlik yaranıb. Ünvanlaya bilərsiniz bizə suallarınızı. Nömrələrimiz bəllidir. 099 6 907 bizim WhatsApp nömrəmizdir. Bu qısa başladığımız müddət ərzində artıq ilk reklam blokuna gəldik, çatdıq. Daha sonra qaydacağıq, ünvanlanan suallarımızı səsləndirəcəyik və əlbəttə ki, göndərilən sualları da burada dinləyicilərimizin suallarını birlikdə eşitmiş olacaq. Hüquqi məsələlər həyatımızın hər anında qarşımıza çıxır. Radyo Vəkil sizə hüquqi məsləhət və dəstək verəcək.
ailə münasibətlərindən vərəsəliyə, etibarnamədən öhdəliyə, zəmanətdən məsuliyyətə, bütün hüquqi suallara Radio Vəkildə cavab tapacaqsınız. Həftə içi 5 gün, axşam saat 6-dan 7-yədək. Radio Vəkil, Xəyal Orucoğlu'nun təqdimatında. Radio Vəkil, Yurd FM-də davam edir. Bəli, qayıtdıq gəldik və Radio Vəkili davam etdiririk. Qeyd edim ki, bizim bu proqramımızda qonaqlarımız dəvət olunur, qonaqlarımız vəkillər olur və ilk proqramımızdır. Proqramımızın mahiyyəti ondan ibarətdir ki, sizi maraqlandıran hüquqi suallar burada cavablandırılır və istənilən səpkili sual ünvanlaya bilərsiniz. Düzdür, bugünkü mövzumuz boşanan ailələrdə əmlak və mülkiyyət bölgüsündən danışırıq. Bu səpkili də sual verə bilərsiniz, amma sizə maraqlı olan hüquqi məsələlərlə bağlı istənilən sualı bizə 099 6 907 907 WhatsApp nömrəsinə göndərə bilərsiniz. Bir daha nömrələrimizi xatırladıram. Bilənlər bilir. Yurd FM-in nömrəsini bilməyənlərsə bir daha xatırlamış olsun onlar üçün də 099-la qarşısında bir dənə 6 var. Digərləri isə bizim radyo dalğamızın tezliyidir. Yəni 90.7 FM dalğasını 2 dəfə təkrarlayırıq sanki. 907 907. Yəni 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bax, bu nömrələrə öz fikirlərinizi, öz suallarınızı yaza bilərsiniz. Bugünkü vəkil qonağımız Əli Qəmbərovdur və sizinlə mən aparıcı Xəyal Orucoğlu'dur həmsöhbət. Beləliklə, görək dinləyicilərimizdən maraqlı bir sual ünvanlanıb. 3344 belə bir sual ünvanlayıb. Deməli, Əli bəy soruşur ki, deməli, xanım boşanmağa iddia qaldırıb. İlkin iddiasında deyir, uşaqların öz yanında qalmasını iddiada qaldırıb, aliment tələbi irəli sürüb, boşanma olmasa da hələ ki ata aliment ödəyir. Amma ikinci məhkəmədədir, ana iddiasını dəyişib və uşaqlar deyir ata ilə qalmalı olub. Onsuz da deyir uşaqlar ilə ata ilə qalırdı. Amma məsələ deyir burasındadır ki, məhkəmə deyir boşanma deyir tam yekunlaşmayıb. Qərardan deyir 3 ay vaxt keçib, amma deyir ana deyir aliment tələbini davam etdirir. Qərardan deyir 3 ay keçib, 3 ayda deyir ata aliment ödəyir. Baxmayaraq ki deyir uşaqlar ata ilə qalır elə. Tam boşanma qərarı verilənə qədər aliment verməni necə ləğv edə bilər ata? Dinləyicimiz soruşub bunu. Bunu necə cavablandırmaq olar? Çox nadir hallarda rast gəlinən bir məsələdir əslində. Bəli. Səsim gəlir. Bəli, bəli. Yəni, böyük ehtimal xanım iddia ərizəsi verdikdən sonra müvəqqəti təminat tədbiri ilə bağlı da yəni ərizə ilə müraciət edib ki, yəni boşanma yekunlaşmamış aliment tələbi irəli sürüb. Bu baxımdan da məhkəmə müvafiq bir qərardat qəbul edib. Bəli. Və bunun əsasında da yoldaşı aliment ödəyicisidir. Əgər xanım iddiada hər hansı bir dəyişiklik eləyibsə, yəni bunu hər halda məhkəmə də görür. Yəni iddianın orada dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edib. Qarşı tərəf bununla bağlı özü müəyyən bir, indi ola bilər ki, qarşı tərəf heç məhkəmələrdə iştirak eləməyib, məlumat olmayıb, ola bilsin. Çünki orada qeyd elədiniz ki, 3 ayda aliment ödəyir. Bəli. Bu necə xəbərsizdir ki, yəni 3 ay öncə xanım iddianı dəyişib. Məhkəmə yekunlaşmırsa, məhkəmə bir elektron ərizə ilə müraciət eləsin ki, və bunu qeyd eləsin, əsaslandırsın ki, bundan öncə ödədiyi 3 aylıq alimentə aid məhkəmə münasibət bildirsin. Çünki əgər iddia dəyişdirilibsə, xanım orada tələb kimi yox, yəni ola bilsin ki, qarşı tərəf qarşılıqlı ərizə verib və uşaqların onda qalmasını məhkəmədən xahiş eləyib və xanım da etiraz eləməyib. O baxımdan ola bilər dəyişib, amma yenə də belə məsələlərdə biraz sənədlərə baxmaq daha faydalı olardı. Bəli. Yəni, çünki orada bir məqamlar var. Yəni ki, bu özü dəyişib və yaxud da ki, qarşı tərəflə hər hansısa bir razılaşma olub, onun əsasında qarşı tərəfdə bir ərizə verib. Yəni, biraz ona baxmaq lazımdır. Orada məqamlar var. Məqamlar var. Sizin üçün də maraqlı məqamlar varsa, maraqlandıran suallar varsa, sizi də hüquqi səpkili 099 6 907 907 nömrəsində, WhatsApp nömrəsində gözləyirik suallarınızı. Radio Vəkil proqramının ilk buraxılışını sizə təqdim edirik. Proqramımız həftə içi 5 gün saat 6-dan 7-yə axşam saatlarında səslənir, efirdədir. Mən Xəyal Orucoğlu'nun təqdimatında və biz hər gün verilişimizdə bir vəkil dəvət edib sizi maraqlandıran suallar
suallara cavab axtarırıq həmin o proqramımızda, həmin verilişimizdə. Və məlumat üçün bildirim ki, bir daha xatırladım nömrəmizi 0996 907 907 bizim WhatsApp nömrəmizdir. Bir sual da var, maraqlı bir sualdır. Əslində, bu mövzudan kənarda dediyim kimi sizi maraqlandıran sualları cavablandıra bilərsiniz. Daha doğrusu ünvanlaya bilərsiniz suallarınızı ki, vəkilimiz o sualları da cavablandıracaq. Yəni, mövzu var, amma bununla yanaşı həm də digər məsələləri də soruşa bilərlər, düzdürmü? Bəli, əlbəttə ki. Dinləyicimiz soruşur ki, deyir, atası vəfat edib və banka kredit borcu olub atasının və elə bu borçlu olula da dünyasını dəyişib. İndi deyir ki, mən atamın borcuna görə bank məndən o ödənişi tələb edir. Mənim isə deyir, bəlli bir məvacibim var. Hansı halda bank ondan məni buna məcbur edə bilər? Yəni, hansı hallarda bu mümkündür? Bu da çox geniş yayılmış bir problemlərdən deyək və ya bu mübahisələrdən biridir. Bununla da bağlı xeyli müraciətlər olur bizə. Burada bir məqamı qeyd edeyim ki, əgər rəhmətli atasından Bəli. Həmin o sualı ünvanlayan şəxsə, yəni hər hansısa bir vərəsəli üzrə əmlak qalıbsa və o əmlak öz adına rəsmiləşdiribsə, onda bank həmin məbləği, yəni əmlaka yönəldə bilər borcu. Avtomatik, yəni bununla bağlı da bank məhkəməyə müraciət eləməlidir. Əgər vərəsəli üzrə hər hansısa bir əmlak, yəni həmin şəxsin oğul deyək də, yəni hər halda yəqin ki, oğlun adına keçibsə, daha doğrusu keçməyibsə vərəsəli üzrə, o halda bank heç bir borc məbləğini həmin oğlundan, yəni atadan qalar, oğuldan bəli, tələb eləyə bilməz. Ancaq yəni vərəsəlik... Gələk vərəsəli ilə rəhmətə getmiş valideyndən hər hansısa bir əmlak keçsin onun adına ki, həmin borc həmin əmlaka yönəlsin. Aha, həmin əmlaka yönəldilir və daha sonra ondan... Bəli, orada artıq hesablanır, yəni borc məbləği falan. Lazım olsa onu indi məhkəmənin qərarından asılı olaraq, yəni borclu şəxs, yəni oğlu özü yəni ödəyir və yaxud da ki, əmlak əhraca çıxarılır və satışdan əldə olunmuş o borc məbləğində icra vasitəsilə bank yəni geri qaytarmış. Geri qaytarılır. Bəli, sizin də suallarınız varsa bizə ünvanlaya bilərsiniz. Radyo vəkildə sizi maraqlandıran hüquqi səpkili sualları cavablandırırıq. Nömrələrimiz açıqdır. Dinləyicilərimizlər, Yurd FM dinləyiciləri bu nömrələri əzbər bilir, amma xatırlatmaqda fayda var. Proqramımızın ilk buraxılışıdır, verilişimizin ilk buraxılışıdır. Radyo vəkildə biz belə bir plan irəli sürmüşük ki, belə bir, necə deyərlər, ideya həyata keçirməyə çalışırıq ki, vəkillər dəvət edək və insanlarımızı həm hüquqi nöqteyi nəzərdən maariflənməsinə bir dəstək olaq və eyni zamanda da onları maraqlandıran bu səpkili sualları cavablandırmış olaq. Dinləyicilərimizdən gələn mesajlar da var. 099 6 907 907 WhatsApp nömrəsində sizin suallarınızı gözləyirik, yaza bilərsiniz. Salam Xəyal bəy, yeni verilişiniz uğurlu olsun. Təşəkkür edirəm, dinləyicimiz yazıb. Qonağımızı da salamlayıb. Bir zəhmət olmasa deyərdiniz, mümkündürsə bir uşağa görə nə qədər aliment düşür? Buyurun. Bu da yetərincə çox sayılı suallardan biridir. Yəni, yayğın suallardandır. Bəli, çox verirlər bu sualı da. Burada yəqin ki, əgər qarşı tərəfin əmək haqqısı ilə nə qədər tutulur. Çünki sabit pul məbləği ümumi dövlət tərəfindən təsdiqlənmiş, yəni hər il o hər uşağın saxlanması üçün minimum ümumi respublika təsdiq olunmuş minimum əmək haqqından hesablanan məbləğdir. Amma belə, yəni əmək haqqını biz nəzərdə tuturuqsa, bir uşağa görə maaşın və başqa gəlirin, rəsmi gəlirdən söhbət gedir. 4/1 hissəsi, 2 uşağa görə 3/1, 3 və daha çox uşağa görə maaşın, əmək haqqının və başqa rəsmi gəlirin yarısından. Yarısını Bəli, yarısı. Yəni deyək ki, bir adam 1000 manat maaş alırsa və 3-dən çox uşağı varsa və ona görə aliment ödəyirsə, o 1000 manatın 500 manatı ödəməli olacaq. Orada qəti məqam yoxdur. Çünki orada dediyim kimi, orada məhkəmə həmin kimdən ki tələb olunur aliment məbləği, onun yaşayış səviyyəsi, orada müəyyən, məsələn, ola bilər ki, həmin şəxsin müəyyən bir krediti var və yaxud da ki, ikinci nigahdan başqa övladı var. Onunla da bağlı müvafiq sənədləri təqdim edəsə, məhkəmə əlbəttə ki, bu məqamları
nəzərə alır və son illərdə orada qanunda da müəyyən dəyişikliklərə görə orada müəyyən faiz nisbətləri də hesablanır. Ona görə də bununla bağlı bir ümumi olaraq, bir qayda olaraq budur mən dediyim. Amma orada yəni müəyyən məqamlar, bayaq qeyd elədiyim məqamlar hamısı nəzərə alınır və ona uyğun hesablanır. Maraqlı məsələlər var. Bəs yaxşı, heç yerdə işləməsi necə? Deyək ki, bir atadır, ailəsindən ayrılıb aliment ödəmək öhdəliyi var, amma heç yerdə də işləmir. Nə rəsmi, nə də qeyri-rəsmi. Yəni, belə olan halda məhkəmə adətən standart bir məbləğ müəyyənləşdiribmi? Yəni, varmı elə bir məbləğ? Bəli, məbləğ var. Yəni, bayaq qeyd elədiyim kimi, ölkə üzrə minimum əmək haqqından hesablanan o bir uşağın saxlanması üçün minimum nəzərdə tutulmuş, yəni sonuncu dəfə 250 manata yaxın məbləğ olub, yəni məbləğ hesablanıb. Amma yenə də orada hesablanır ümumi o faiz nisbəti, çünki qarşı tərəfin də necə deyərlər, o dolanışığı nəzərə alınmalıdır. Bəli. Biri var, məsələn, məhkəmə qərarı ilə aliment kəsilib, ola bilər ki, yəni indi qeyd edir ki, işləmir, amma müəyyən bir vasitələrlə yayınmağa çalışır, yəni qəsdən ödəmir. Bəli. O elə məqamlar da az deyil, yəni çünki onun bir növ işləməməyə də bir bəhanə gətirirlər. Əsas gətirirlər məhkəmədə ki, işləmirəm. Əsas gətirirlər, hətta məhkəmədən sonra, qərar çıxandan sonra. Və sözsüz ki, əmək haqqından aliment tutulanda daha rahatdır. Çünki avtomatik iş yerindən, məsələn, işə götürən tərəfindən mühasibatlıqdan aylıq hesablanır. Belə, amma sabit pul məbləğində aliment kəsiləndə orada yayınma halları yetərincədir. Bir dinləyicimiz də soruşur ki, mən heç bir rəsmi iş yerim yoxdur, amma deyir, iş yerim yoxdur, amma rəsmi olaraq maksimum aylıq gəlirim 600 manatdır, maksimum. Amma deyir, məhkəmə mənə hər uşaq üçün 368 manat, yəni toplam 336 manat aliment kəsib. Yəni məvacibindən də iki uşağa görə. Bunu soruşur ki, bu nə dərəcədə beləmi olmalıdır, necə? Yenə də qeyd edirəm, indi orada böyük ehtimal sabit pul məbləğində aliment kəsilib. Çünki bayaq qeyd etdiyiniz kimi bu sual verən şəxs rəsmi heç bir yerdə işləmir. Rəsmi heç bir yerdə işləmir. Hər hansısa bir, məsələn, etirazı var idisə bununla bağlı, işləməməyə dair, işsizlik barədə bir müəyyən bir arayış və yaxud da ki, bayaq qeyd elədiyim kimi, öz xərclər barədə kredit varsa və yaxud da ki, digər yeni bir nigahdan övladı varsa, yəni müəyyən bir əsaslar gətirməlidir. Ancaq qeyd eləmək ki, mən işləmirəm, yəni bu əsas deyil. Əgər hər hansı bir əsas gətirirsənsə, onun sübutu da getirməlisən. Aydındır. Digər suallarımız da var. Çalışacağım bütün sualları cavablandırım. Baxmayaraq ki, proqramda dinləyicilərimiz bir digər məsələlərlə bağlı da var, amma təbii ki, məsələn, indi səsləndirəcəyim sual dələduzluqla bağlı olan bir sualdır. Dinləyicimiz yazır ki, məhkəmə işini udmuşam, iş icradadır. Qarşı tərəfdir, icranın çağırışlarına məhəl qoymur və beləcədir iş uzanır. Neyniyə bilərəm? Məsələ dələduzluqla bağlıdır. Bunu 55-37 yazdı bizə. Sual biraz, ya sual verən şəxs yetərincə məlumatlı deyil, ya məlumatlı deyil. Çünki burada dələduzluq ola bilməz. O qeyd edir ki, məhkəmə və sonradan da icra. Bu qeyd elədiyi sual bu mülki işlə bağlıdır. Dələduzluq cinayətdir. Yəni cinayət əməlidir. Dələduzluqda, yəni bu ola bilər... Bəlkə aldadılma məsələsidir. Aldadılma ola bilər ki, borcu tərəfdir. Bunların arasında yəni borc müqaviləsi mi deyək və yaxud da ki, hər hansısa bir borc münasibətləri olub, onunla bağlı məhkəməyə müraciət eləyib və qazanıb və sadəcə olaraq icra olunmur. Burada dələduzluqdan söhbət getmir. İndi ola bilər bizdə biraz elədir ki, cəmiyyət arasında insanlar hər şeyə bir dələduzluq deyir. Yəni dələduzluq başqa bir şeydir. O, yəni Cinayət Məcəlləsinin 178-ci maddəsi, yəni hər hansısa bir şəxsin etibarından sui-istifadə və ya aldatma yolu ilə. Amma burada borc münasibətləridirsə, burada hər hansısa bir aldatmadan söhbət getmir. Hər hansısa bir vəd adı altında pul məbləği alınmır. Burada yəni böyük ehtimal hər hansısa bir aralarında müqavilə var və yaxud da ki, qəbz var. Ola bilsin, hər halda WhatsApp yazışması da ola bilər, sübut kimi birbaşa bilavasitə öz aralarındadırsa
digərindən borc alıb və öhdəliyi yerinə yetirməyib, müəyyən bir müddətə kimi ödəməli olub, ödəyə bilməyib, o da verib məhkəməyə və qazanıb, icra olunmur. Burada məsələ artıq niyə icra olunmur sualı verilməlidir. Bəli. Gedib müvafiq icra şöbəsinə müraciət eləməlidir. Əgər orada da hər hansı bir yayma varsa, icra məmurunun hərəkətsizliyindən məhkəməyə, ombudsmana, insan hüquqları üzrə müvəkkilə və yaxud da ki, Ədliyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət eləyə bilər. Elə dinləyicimiz başqa bir bu səpkili bir sual ünvanlayıb. Deyir ki, deməli, müharibə veteranının adına deyir, bankdan deyir, pul götürülüb 15.000 manat. Pul deyir, dələduzluq yoluna mənimsənilib və 4 ildir deyir, həmin bax bu davam edən cinayət işi hal-hazırda da deyir, gedir, yəqin ki, məhkəmə prosesi nəzərdə tutur. Hə, ola bilsin ki, istintaqı nəzərdə tutur. 4 il deyir, gecikmələ davam edən deyir, bu halda pulu deyir, bank tərəfindən veteran adına olduğuna görə bank silə bilərmi? Yəni belə bir istisna var mı? Misal üçün ki, tutaq ki, bank bu məsələyə görə veteran aldı, o biraz fərdi, xüsusi imtiyaz sözsüz ki, bu sosial həssas kateqoriya şəxslərə orada indi rəsmi, çünki bir çox hallarda bəzən müraciət edirlər veterana, amma baxırsan ki, rəsmi müvafiq dövlət qurumu tərəfindən verilmiş vəsiqə deyildir. Yəni, hər hansı bir ictimai birlik tərəfindən. Tutaq ki, həqiqətən də odur. Yox, onunla bağlı birincisi rəsmi qaydada banka müraciət eləməlidirlər. Yəni, bu 4 il niyə gözləyirlər? Çünki açığı bilmirəm niyə 4 il. 4 il bu iş belə nisbətən sadə işdir. Bunu niyə 4 il istintaq da gedə bilməz? Biz bilmirik indi hansı mərhələdir. Bəli. Orada məsələn istintaq orqanının müraciəti əsasında dayandırıla da bilərdi. Çünki artıq məlum olub ki, buna qarşı dələduzluq olunub ki, bu iş aparılır. Onda niyə bundan bank pul tələb eləsin? Maraqlı məsələdir. Yəni biraz orada nüanslar çoxdur. Ona görə də orada biraz konkret cavablandırmaq biraz çətindir. Biraz çətindir, bəli. Orada hansı əsaslarla, yəni bu 4 il davam edir bu iş, bəlkə icraat dayandırılıb. Ola bilər ki, böyük ehtimal dayandırılıb icraat. Çünki dələduzluq etmiş şəxslər, xarici vətəndaşlar falan ola bilər. Çünki son vaxtlar yəqin ki, siz də bilirsiniz, bu müəyyən bir dələduzlar, kiber dələduzluq çox geniş yayılıb, xarici ölkələrdən, yəni zənglər olunur, WhatsApp-la yazışmalar olur və müəyyən bir linklər göndərilir. Ora daxil olduqdan sonra dələduzluğa məruz qalmış şəxslərin bank kart hesablarına da müdaxilə eləyə bilirlər. Mən belə ehtimal edirəm ki, onunla bağlı bir məsələdir. Ola bilər ki, belə uzun çəkir, o tapılması, müəyyənləşdirilməsi falan. Burada niyə belə əsas? Dinləyicimiz digər bir maraqlı sual göndərib. 0843 soruşur ki, deməlidir, ümumi həyət evində notarius yolu ilə 48 kvadrat metr olan ev alınıb 1971-ci ildə və indi də sökülmə anında necə sənəd əldə etmək olar ki, həyət əgər bir nəfərin adınadırsa, lakindir bütün kommunal xidmətlər alanın adınadır. Belə qəliz bir sual oldu, belə başa düşdüm ki. Sual deyir ki, istəyi nədən ibarətdir? Ümumi həyət evində notarius yolu ilə 48 kvadrat ev alınıb 1971-ci ildə notarius yolu. Yəqin ki, etibarnamə. Algı satqı var da, yəqin ki, alıbsa. İndi deyir, sökülmə anında sənəd necə əldə etmək olar ki, həyətdə bir nəfərin adınadır. Bir nəfərin adına yəqin ki, rəsmiləşdirilib, belə başa düşdüm ki. Sonra deyir, lakin deyir, bütün kommunal xidmətlər alanın adınadır. Asan xidmətə müraciət ediblər. Deyir, özəlləşdirmə sənədi olmalıdır. Yəqin özəlləşməyib. Ola bilər ki, bəlkə etibarnamə ilə verib. Belə bir proses varmı? Yəqin ki, bunlar çıxarış almaq istəyib. Çıxarışla bağlı... İndi də evin yiyəsi razılıq vermir, üzr istəyirəm. Deyir, sabah söküləndə necə olacaq? Yəni, indi evin yiyəsi yəqin adına keçirməyə müəyyən bir icazə vermir. İndiki halda razılaşmır. Bu alqı-satqını kim eləyib? Birinci sual odur. Yəni, alqı-satqı eləyibsə, alqı-satqı müqaviləsi, yəni mövcudluğu fərqi yoxdur. Bəli. Bu daşınmaz əmlak haqqında qanunun 8-ci maddəsinə qeyd olunub ki, yəni alqı-satqı müqaviləsi də yəni mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni çıxarışın alınması üçün bir əsasdır. Bəli. Yəni bunlar müraciət eləyiblərmi? Eləyiblərsə imtina alıblar. İmtina alıblarsa hansı əsasdan imtina alıblar? Əgər dedikləri kimi alqı-satqı əsasında əmlak əldə olunub da 71-ci ildə. Yəni bu notariusdan əldə olunubsa siz demiş, yəni necə onda əldə olunub, nə formada əldə olunub? Yəni biraz o da qaranlıq qalır. Ola bilər biraz köhnə sənəd olub, yəni yenilənməyib. Ola bilər həmin kim ki alqı-satqını eləyib rəhmətə gedib.
yəni sənədlər yenilənməyib, amma rəhmətə getsə belə Bəli. onun adına olubsa vərəsəliyi üzrə keçməli idi və yaxud da ki, bunlar ikinci əl, üçüncü əl alıblar. Biraz belə sual biraz qeyri-müəyyəndir deyə. Əslində belə sualdan sual çıxır bu nüansı soruşum sizə. Məsələn, avtomobil alanda deyək ki, siz avtomobili adınıza keçirtmədən də etibarnamə ilə, baş etibarnamə ilə idarə edə bilirsiniz, düzdürmü? Yaxşı, bəs evdə də belə bir proses varmı? Belə bir prosedur varmı? Məsələn, siz evi adınıza keçirtmədən bir etibarnamə ilə o evi deyək ki, bəlli bir müddətdə istifadə etmək, qalmaq hüququ. Mən ümumiyyətlə buradan fürsətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. Yəni belə müəyyən bir növ çağırış eləmək istəyirəm. Ümumiyyətlə bununla bağlı çoxdur belə müraciət edənlər. Ola bilər indi hardasa ucuz başa gəlir deyə. Ola bilər ki, yəni hardasa bizim vətəndaşlara sərfəli olur deyə bir çox hallarda müraciət edirlər ki, bəs bələdiyyə ilə torpaq almaq məsələsi və yaxud da ki, çıxarışsız ev və yaxud da ki, elə avtomobil olsun. Ola bilər həmin avtomobil hansısa bir ailə və əmlak mübahisəsinin bir predmeti ola bilər. Bəli. Sonradan avtomobilin üzərinə həbs qoyula bilər. Yəni sözsüz ki, bu da vicdanlı alıcıdır. Amma istənilən halda bu lord ilə deyib baş ağrıdır. Ona görə də məsləhətdir ki, ev aldınız, torpaq aldınız, maşın aldınız, avtomobil aldınız. Çalışın elə yerində də öz adınıza da rəsmiləşdirin. Etibarnamə ilə falan, yəni bunlarla çox da etibar etməyin, hə? Etibar etməyin, bəli, etibar etməyin. Dəfələrlə olub. İndi mən burada sırf o mövzu üzərində söhbətimizi qurub vaxt almaq istəmirəm ki, digər suallara da vaxt qalsın. Amma yəni təcrübə onu göstərir ki, hətta bizdə bir iş olub ki, bir ev, bir mənzil 2 nəfərə satılıb. Bəli. Bir nəfər ikinci alıcı, yəni ikinci alıcı birincidən xəbərsiz olub. Bir müddət bəzi MTK-ların belə, yəni o dələduzluq faktları, metodları olub. Bir ev 5 nəfərə, 3 nəfərə satılıb. Birinci alıcı, yəni evi alıb, qıfılı bağlayıb çıxıb gedib xaricə. Arxayındır ki, mənzilim vardı, yəni. Buna da heç bir, yəni gedib hər hansısa bir çıxarış da almayıb. Sadəcə alqı-satqı müqaviləsi var. Bir müddət sonra həmin mənzil, yəni ikinci digər şəxslərə satılıb. Bəli. Şəxslərə, yəni belə deyim, ailə olaraq. Aha, bəli. Bunlar qapını dəyişib, qıfılı dəyişib və hətta rəsmi şəkildə gedib çıxarış da alıblar. Digər birinci alıcı xəbər tutandan sonra müraciət edib məhkəməyə. Çünki o da vicdanlı alıcıdır. Əlində qəbz var, ödənişə dair. Yəni hər halda bir alqı-satqı müqaviləsi var. İndi buradan sual yaranır. Axı ikincinin də çıxarışı var. Amma həmin ilk növbədə həmin çıxarışın etibarsız hesab olunmasına dair iddia ilə və həmin işi də udmuşdular. Aha, təmin olunmuşdu. Bəli, təmin olunmuşdu. İndi eyni zamanda da ikinci alıcı həmin sözü gedən MTK barədə də, yəni hüquq mühafizə orqanında şikayət eləmişdi. Bax görürsünüz burada nə qədər problemlər, get-gəllər, stres, əsər. Biz də bilirik axı bizim Azərbaycan vətəndaşlarının bu əmlaka xüsusi belə bir həssası var. Həssas yanaşırlar. Ona görə də məsləhətdir ki, birinci növbədə hər zaman deyirəm, vəkilə işdən keçəndən sonra və yaxud da ki, problem yaranandan sonra yox. Mənzil alanda belə bütün normal, sivil, inkişaf etmiş dövlətlərdə hüquqşünasa vəkilə müraciət edirlər ki, ən azı həmin, məsələn, MTK barədə bir məlumatlar əldə eləmək üçün, həmin mənzildə çıxarış verilirmi ümumiyyətlə, orada bununla bağlı, bundan öncə hər hansı bir hüquq pozmalar olubmu, ən azı bir alqı-satqı müqaviləsinə bir nəzər hüquqi ekspertiza keçirə bilər. Şifahi qaydada da olsa bir hüquqi rəy verə bilər. Təəssüf ki, bizdə hələ də o mədəniyyət tam olaraq formalaşmayıb. Vəkilə müraciət. Gedirlər, yəni 100 minə, 200 minə mənzil alırlar, amma onun bir 10% olsun belə ödəmək istəmir ki, sonra artıq işdən keçəndən sonra, problem yaranandan sonra məhkəmələr, hüquq mühafizə orqanları get-gələ düşəndən sonra artıq yadlardan düşür ki, hüquqşünasa müraciət eləmək lazımdır. Qaydacıq. Hüquqşünasla müraciət etmək istəyənlər, daha dəqiq desək, vəkil qonağımız var. 099 6 907 907 nömrəsində sizin suallarınızı gözləyirik. Yazın gəlsin. Hər anında qarşımıza çıxır. Radyo Vəkil sizə hüquqi məsləhət və dəstək verəcək.
ailə münasibətlərindən vərəsəliyə, etibarnamədən öhdəliyə, zəmanətdən məsuliyyətə, bütün hüquqi suallara Radio Vəkildə cavab tapacaqsınız. Həftə içi 5 gün, axşam saat 6-dan 7-yədək. Radio Vəkil, Xəyal Orucoğlu'nun təqdimatında. Bəli, Radio Vəkil qaldığı yerdən davam edir. Saatımızın ilk verilişimizi necə başladıq, necə gəlib sona çatdıq. İnarsız belə, yəqin ki, dinləyicilərimiz əgər bizi sona qədər dinlədilərsə, onlar da darıxmadılar, hə? Əlbəttə. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 nömrəsində suallarınızı gözləyirik. Hüquqi məsələlərlə bağlı. Artıq bunu yadda saxlamaq lazımdır ki, həftə içi 5 gün, axşam saat 6-dan 7-yə kimi Yurd FM-də Radio Vəkil proqramı başlayır və burada vəkillər bizim qonağımız olur. Hər gün fərqli mövzuları burada müzakirə edəcəyik və əlbəttə ki, sizi maraqlandıran məsələləri də, sualları da cavablandıracağıq. Bunun üçün sadəcə olaraq WhatsApp-a yazmaq lazımdır suallarınızı. Burada səsləndirək. Zəng qoşmaq imkanımız çox məhduddur, çünki bildiyiniz kimi əlbəttə bu zəng çox vaxt alır. Dinləyicilərimiz danışmaq falan və digər suallara vaxt ayırmaq biraz imkanımız olmur. Ona görə də gərək üzürlü sayasız. Kimin sualları varsa 099 6 907 907 WhatsApp nömrəsinə yazın, göndərin. Biz də burada səsləndirək, vəkilimizdən həmin sualın cavabını alaq. Deyir ki, necə etmək olar ki, bu elimizin gül kimi adəti vardı, qız qaçırtmaq, onu cinayət işi olmasın, sonra problem yaranmasın. Bunu belə bir, bilirsiniz ki, artıq bu cinayət məcəlləsində bir adam oğurluğu kimi qəbul olunur, düzdürmü? Bu çoxdan qəbul olunur əslində. Prosta bizim nəyəsə görə hələ də bu adət ənənələrdə kütlə onu qəbul eləmək istəmir və risk edərək, yəni hələ də bu adət-ənənə üzrə gedir. Niyə mən qeyd elədim ki, risk edərək? Çünki bir çox hallarda, indi onları da, vətəndaşlar da qınamıram, bizdə müəyyən bir ekspertlər falan, hüquqşünaslar qeyd eləyir ki, əgər məsələn qaçırılan, indi qız qaçırılır, hər halda hələ ki oğlan qaçırılmır. Əgər qaçırılan qız özü şikayətçi deyilsə, yəni onu qaçıran şəxs heç bir məsuliyyəti, heç bir cinayət məsuliyyətinə cəlb oluna bilməz. Şikayətçi deyilsə. Bəli, hətta valideynlər belə şikayətçi olsa, xeyr. Amma burada bir incə bir məqam var ki, mən təcrübə əsasən onu qeyd edirəm. Yəni buradan da o necə deyərlər, o adət-ənənələr üzrə getmək istəyən cavan oğlanlara səslənirəm. Burada bir məsələ var ki, sonradan qaçırılandan sonra qız, o sonradan valideynlər tərəfindən, bizdə bilirsiniz də necədir, qohum, qonşu təzyiqlər olur. Və artıq avtomatik qız da olur şikayətçi. Aha, fikir dəyişir. Bax, problem ondan sonra başlayır ki, bundan sonra da həmin qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki adam oğurluğu, ümumiyyətlə çalışın bu kimi adət-ənənələrdən artıq uzaq durmağa məsləhət görürəm. Çünki bu ancaq əleyhinizə işləyə bilər. Çünki yetərincə də ağır bir cinayətdir. Yəni Cinayət Məcəlləsinin 144-cü maddəsində sərf eləmirəmsə, orada yalnız hətta sanksiyasında 5 ildən 12 ilə qədər azaddan məhrum etmə cəzası ilə cəzalandırılır. Yəni alternativ digər cəza növü belə yoxdur. Ki, hə, məsələn. Və bir çox hallarda da orada qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində. Çünki nəyə görə? Biz bilirik ki, adət-ənənələrə görə bir oğlan bir qızı qaçırmaq istəyəndə gedir hər hansı bir yaxın dostundan da xahiş edir. O da onu bir maşınla və yaxud da ki, nəyinəsə müşahidə eləsin, köməlik göstərsin. Avtomatik burada iştirakçılıq prinsipi yaranır, məsələsi yaranır və hər ikisi də lordilədirsə işə düşürlər. Ona görə də məsləhətdir ki, artıq 2025-ci ildir, normal, sivil qaydada, yəni əgər bir xanımla ailə qurmaq istəyirsə, gedin onun qapısını döyün, valideynlərinin razılığını mı deyək, icazəsini mi deyək, alın. Yəni bu qız qaçırma falan bu kimi işlərdən uzaq durmağa məsləhət görürəm. Təşəkkür edirik, çox sağ olun, minnətdarıq. Radio Vəkildə bugün ilk buraxılışımız idi və ümid edirəm ki, son olmayacaq.
və biz hər gün axşam saat 6-dan 7-yə qədər Yurd FM 90.7 tezliyində bizi Yurd FM-də Radio Vəkil proqramında dinləmə imkanınız olacaq. Həftə içi 5 gün eyni vaxtda, eyni saatda fərqli vəkillərimiz fərqli mövzuları bizimlə müzakirə edəcək, suallarımızı cavablandıracaq və gün ərzində də suallarınızı ünvanlaya bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsində sizin suallarınızı gözləyirik. Bugün isə bu qədər. Sizinlə mən Xəyal Orucoğlu idi. Siz Radio Vəkil proqramını dinləyirdiniz və bugünkü vəkil qonağımızsa Əli Qəmbərov idi. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Xoş gəldiniz. Çox sağ olun dəvətə görə. Bir məqam da qeyd edeyim. Elə fürsətdən istifadə edib bugün bildiyiniz kimi həkimlərin beynəlxalq bayramıdır, yəni peşə bayramlarıdır. Bütün vicdanlı və həqiqi həkimləri, çünki bugünkü gün baxırıq ki, sosial şəbəkələrdə falan, yəni dırnaqarası bəzi psixoloqlar olsun, kosmetoloqlar olsun, hər kəs özünün yəni adı qarşısında bir doktor əlavə edərək, yəni özünü həkim hesab eləyir. Xeyr, elə deyil. Yəni ali təhsilli, yəni həqiqi həkimləri, vicdanlı həkimləri ürəkdən təbrik edirəm. Çox sağ olun, təşəkkür edirik. Biz isə yekunlaşdırırıq.